görək. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah min evvelid dünya ila fenaiha ve minel ahireti ila begaiha. Vessalatu vesselam ala neyyiril a'zam el-abdil muayyedi ve rasulil musaddad el-Mustafa'l amjad el-Mahmudil Ahmed Ebu'z-Zahra Ebu'l-Qasimil Mustafa Muhammed. ve ala ehli beytihi tayyibin at-tahirin el-ma'sumin el-muntecebin ve lanud daim ala a'daihim ecma'in min el-an ila qiyam yevmiddin. قال الله تعالى ما هذه الحياة الدنيا إلا لهو و لعب. درسی که در جلسات گذشته عرض لدیم امام حسین آقا عنایت eləyib جهان اسلام و جهان بشریته درس معاد باوری qiyamətə etiqadımız olsun. Kur'an buyurur bu dünya bir bazıçədir. Hərənin başın 5-10 gün özünə qatıb yola salacaqdı əli boş. Əməl apara bildin aparabsan, aparmadın elə əli boş getməlisən. Buyurdu ben nə cür bir belə İmam Hüseyin yaxçı, bir belə İmam Hüseyin ağa, bir belə İmam Hüseyin canlanmaya qoyub dinə, cavan balasını verib, cavan qardaşın verib. Niyə bit deyə deysən namaz, qarn ağrıyır? Niyə bit deyə deysən oruç, zəxmi mədəsi var? Niyə bit deyə deysən xoms, deyir pul zure? Niyə mərdum dindən qaçırlar? Əvamil dinqorizi mərdum nə mənədir? Bu 4 cələsədə bəndə qərardır bu əvamil dinqorizini cəmbənd eləyəm. Ki ərz elədim əvvəlin amil dinqorizi mərdum cəhalətdir ki onun cərəyanı soğuşdu. Dovumin amil dinqorizi mərdum təqlidhay kurkuranədir. Sevvumin amil budur mərdum dindən qələt bərdاشت eləyiblər. Çarımın amil budur bəzi dindarlar oyun çıxadıblar. Məni ki ruhaniyəm mikrofon dalında o cür ki özümü görsətmişəm, dalda da vaqei zindəqanlığımda bu cür dərdim ki sizə mən özümü tanıttırmışam. Ya o cür ki məndən bir dənə İmam-ı Zaman düzətmişdin, əleyhisselam düzətmişdin. Vaxtı xəlvətdə məni görsən ayrı işlərin başındayam, onda sən etiqaddan düşüsən. Deyir baba bizim intizarımız məddahdan, ruhaniden, şairdən, heyət-ü mənadan. Bu deyirdi ki gələhmini məngəl başında görək. Ki malladan intizar yoxdur İmam Hüseynin məngəlçi məddaha mallayan niyazı yoxdur. Hamını da sənə deyim. Mallanın ki bırnınlılığı axtı sinəsini o İmam Hüseyin qapısında nə dərdə deyəcək? Əlinin şiyəsində qeyrət-i namus olar qətən. Nə gecə bağdələr məsti, nə gündüzlər xumar olmaz. Allah özü qeyrətlidir, qeyrətli adamdan da xoşu gələr. Əli ibn Əbi Talib qeyrətlidir, qeyrətli adamdan xoşu gələr. Şiə gərək qeyrətli ola. Ustad Qəffarinin bu şeirinə özünə gərək bir dənə əhsən deyəsən ki buyurub şiə sərasər هدف و همت است شیعه حمایتگر حریت است شیعه ز پا تا به سرش عزت است شیعه بی ریشه فقط نکبت است مرگ بر آن شیعه که بی غیرت است شیعه نه در بند لباس شب است شیعه محبوب علی زینب است شیعه حسین است که آزاده است شیعه حسین است که سر داده است عوامل dinqorizi biritdələr budur mən düz deyirəm din də mən deyirəm ha cavan yolundan azıb çıxma baxma Turabi dindən çıxdı Turabi də sənin tayin bir bəşərdir din Allahındır yəli yolun dindən nə qəb başarırsan dinə xidmət elə İmam Hüseynin adını yamin 400 ildən sonra dillərdədir gedirəm tərəfin dədəsinin yasıdı saligərdidir nə oyun çıxadıram bunlar ağladanmıram bir ildə ölüb ha dədələri bəran ki pakatım yağlı ola başlayıram köynəyinə ağsaqlaram
deyir, bu biz ağ köynək geyməzdi mənim dədim. Hədə səni bura maşın libas suyu də, sən ki sarıbla köynək yumağa. Bəran ki ağladan paçat qalın ola da. Niyə amma məhərrəmlik başlayanda elə yaxçı, pis, yaxçı, yaman hamı qərə köynəklərin geyirlər. O bizim əlimizdədir ki, İmam Sadiq abid İza əradəllah bi'abdihi xeyrən qalda fəfi qalbihi hubbul Hüseyin və hubbul ziyarə. Allah hər kimi çox istəsə onun qəlbini doldurar İmam Hüseyin məhəbbəti ilə. İmam Sadiq adan xəbər aldılar Zəhra balası. Biz İmam Hüseyini görməmişik, sənin cəddüyü görməmişik. Amma niyə onun adı gələndə bizi ağlamaq tutur? Niyə onun adı gələndə qəlblərimizdə qiyamət qopur? İmam Sadiq buyurdu, Allah'ın göydə bir əbri var, bulutu var. Eşq İmam Hüseyin yağar bu bulutdan. Vaxti o adamlar ki Allah'ın onlardan xoşu gəlir, nütfələri nənə qarnında münəqid oldu. Allah dəstur verər, o bulutdan bir qətrə düşər, onun vücudu ilə qarışar. Uşaq yekələndən sonra onlar aşıq Əbi Abdillah. Yeki az amel dingoriziye mərdum budur, dindarlar yoldan çıxırlar, mərdum baxırlar onlara. Bir iddələr bu diyor, məsuliyyət qorizdilə, məsuliyyət altına getmir, dindən qaçır. Az avameli digəri ki insanları yoldan çıxadır, pis yoldaşlardır. Rofaqay nabab. İmam-ı Səccadan bu İmam-ı Bağır oğul 5 quruhuna rəftamədi kəs. 5 quruhun önə getmə. 5 quruhuna danışma. 5 quruhuna yol da yerimə. Əvvəlin quruhu xalibəndə, yalancılar. Onlar ki 10.000 tümən ciplərində olar, milyondan aşağı danışmazlar. Də varıncan danışda məcbursan, elə bir vacibdir. Buyurur yalancı adamdan oturup durma, xalibənd adamdan oturup durma. İkinci fasıq adamdan oturup durma, bihəy adamla. Bir günahkar var hayal olar, bir günahkar var bihəy olar. Ağa oruçluqdur, tərəf orucun yeyib, qeyrət yoxdur da, orucu aşırıbdır. Öydə də qəşə çilo kababı yeyib, sibillərin də qəşə çərb eləyib, yağlayıb, yuyub, çıxıb hərdən baxır ki, vay balazana nəmə nə qalır? Orucu yeyib ha, bərain ki oruçluğa ehtiram qail ola, istəyir bu dözüm vuru oruç tutandan cəminə. Buna deyər, qonəhkar-ı bahəya. Bir günahkar da var, bihəyadır. Qələt eləmək bəstə, orucu yeyib, siqarı salıb damana durub küçənin başında. Ağzın doldurdu tüstü ilə, malla keçəndə pülədim Allahın sifətinə. Aca təqəbbələllah. Deyir, evi yıxılan oğlu, mən vacib eləməmcəm ki, pülüysən mənim üzümə. Pülü Allahın üzünə qoy, nabud elər səni. Sabaha zində qanlığında salacaq, dəstandaca yerindən duranmayacaqsan. Allah buyurur, nə qədər qaçısan qaç, eyb eləməz. Mən a'raza an dini. Hər kəs məni Allahdan qaça, mən də ona bizində qanlıq qismət elərəm, qələt elədiyimə düşər axırda. Deyər, Xudaya iştibah eləmişəm. Buyurdu, bihəy adamdan dost olma. Pulun çox istəyən adamla dost olma. Noçis adamla refiq olma. Sonra puldar olan adamla pulun çox istəyən dost olma. Ağa bir nəfər oğluna deyərdi, oğul, 3 şey sənə deyirəm. Sirri yap, o əsli sirri xanımıva da demə. Ha, düzdür bu xanımlar bir nəhvinə bizdən çəkəcəklər bu sirri. Deyir, əsli sirri kişi kimin arvadıva da demə, xanımıva demə. Xanıma istəsən sirri deməyəsən, qız mənim o görüm çadır olma, gedim mən dayıncıla, məni özündən biləndədir, bu da deyir, getmə, hər nə mənə var deyəcəyəm, amma deyir, əsli sözü xanımıva da demə. Kişinin hulqumu olar. Dostuva nə, açıbsan süfrəyə diliyib, pəxş eləysən, harada nə iştibah eləyibsən, harada nə, bizim bədbəxtçiliyimiz budur, xəlafı özümüzə kilas bildik. Bu tabından o elədiyimiz qələtidə gəlib tozig verib, bilmirsən ki, getdik Taylandıda, doğuz ətiyə də, mındarın yeməyinin də belə dil çək gəlsini var, mındar yeyibsən də, harasını iftixar eləysən, hansı belə müsbət işi və iftixar eləysən. Buyurur, dostuğa o əndazə ittilat ver ki, düşmənin eylə bilir səndən. Cəbəsə, həmin dostun sabah dönüb sən əleyhüvə düşmən ola, öz dediklərindən özvə oxcurluya vura, abruva para, ha, muvazib ol hər sözü yoldaşıva demə. Hətta xanımıva. Dedi, ikinci oğul, heç vaxt noçis adamdan borc eləmə, ha. Pulun çox istəyən adamdan borc eləsən, abreysiyyəti götürər. Harada oturub deyərlə, mən onu adam elədim. Üçüncü dövlət adamından daha Cahit Kolivəndidən düşsə, dövlət adamı ki, hüququ dövlətdən gəl, onunla rifaqətin üstündə hesablaşma olur. Çünki o dövlətdən pul alır, o səni verib hüququn aradan aparmaz. Hər moğcəsə hüququ xətərdədir, səni basacaq ayağının altının üstündən geçər.
Dədə öldü xülasə. Dədə öldü, dedi görəsən dədəm düz deyirdi bunları. Geldi bir dənə qoyun aldı getdi. Qoyunu kəsdi, ətin quyladı torpağın altına, ağacın dibinə, qanın səpdi o yan bir yana. Çıxdı küçədə bir təzə bir nəfər mayədar olmuşdu. Bir 500 min ondan pul aldı dəsti. Getdi qoydu taxçıya. Reis Şalantəri ilə də uşaqlıqdan bir böyüyüblər. Getdi eşiyə, xanım gəldi, dedi bu nə qanıdır? Dedi səs eləmə. Bir nəfərə borçluydım, gəldi borcun ala, daş atmışam, dəyib başına, ölüb, quylamışam bağacın dibinə, deməyəsən bir nəfərə övümüz yıxılar. Dedi mən qələt eləyirəm səndən, mən harda deyə biləm, abrımız gedə, ey beləməz, öldürüb sən cəhənnəmə ki, çıxdı eşiyə dolandı, gəldi, arvad mənə bir çay getcək. Çay getdi, ben bunun rəngi niyə azdı? Tax xanıma bir silli. Xanım birdən çırdı, vay qatil, hələ birini öldürüb quyulub ağacın dibinə, ay mərdum gəlin məni də öldürürdü. 30 ilin yoldaşı Reis Şalantəri getirdi, dəstbəndi vurdu bunun qoluna. Bir demədi, 30 ildir bundan biz bir böyümüşük, da mücrim oldun da. O təzə boş verən gördü ya da qapı şuluqlaşıb, dedi nə xəbər var, dedilər adam öldürüb aparırlar zindana, dedi bə mənim o 500 minimi kim verəcəkdi? Kişi dedi can vermə qoymuşam taxçıya get götür. Aparıblar bunu mühakimə eləyir, hərdən bilib Allah rəhmət eləsin. Qazı deyir kimi öldürdüyü deyir yo Allah dədəmə rəhmət eləsin. Dədəm deyirdi bunlardan adama dost sıxmaz. Mən bilmirdim baba qoyunu öldürüb quyulamışam var. İstəyirdim görəm mənim bu dostlarım nə cürdülər. Dədəm düz deyirdi ya yox. Buyurur pəs pulun çox istəyən adamdan adama dost olmaz. Əhmək adamdan adama dost olmaz. Əhmək adam istər adama xeyri yetirəb işlər adamın abırısına aparar. Pişlər adama zərbə vurar. Buyur hakkı valideyn adamdan dost sıkmaz. Allah Kur'an'da lanet gönderir. Peygamber buyurdu eğer hakkı bir valideyn der ruze kıyamet 124 bin peygamberin emelin getirelem ekbeluha min kabul elemeyeceğim hakkı valideynden. Dede deyir o tövde işimiz var. Dede top var gedirəm stadyuma. Bugün abi yok qeyrimiz oynayacaq. Ərzi təsliyyət abilərə. Allah bu böyük qəmdə sizə səbr-i cəmil, əcri cəzil inayət eləsin inşallah. Eybi yox, gələn ildə bu müsibət qırmızıların başına gələcək. Onu da burada arzu eləyirik biləcək. Buyurur az əvameli ki mərdum dindən qaçarlar pis yoldaşlardır. Ağa indi deyir dostlar. Gəlirlər dostların babətində danışanda deyirlər ağa, istəyirik ağalarla xanımların rifaqəti nə cürdür? Aya qızlar oğlanlarla eləyə bilərlər dost olarlar. Ayamının pəyamət hay müsbət və mənfisi nə mənədir? Nə əndazə oğlanla qız bir-biri ilə danışa bilərlər? Dünyanı bu xarablayıb da bu mövzu əlan İrana pis zərbə vurur. Ağa oğlanla qız nə qədər bir-biri ilə dost ola bilərlər? İki cür nəzər veriblər. Nəzər efrati çox belə deyiblər ağabey bir bacı qardaş kimi dost olsunlar, nə vaxt yoruluncan dost olsunlar. Bir-birindən axırda xoşluğa gələr, gəlməz ayrılarlar. Bir ayrısı camiə doludur da. Biri də deyirlər ötürün el öz başına. Biri də yox, əslən deyiblər haqqı yoxdur oğlanla qızın bir-biri ilə danışmağa. Amma İslam dini vəsətdir. Buyurur oğul, istəyirsən bir qızı alasan, eləyə bilərsən, durub gedəsən, oturasan, ondan danışasan. Hatta kızın başının tüküne de bakabilirsen ki sabah bir keçəl xanım sənə xulasa qalib eləməyərlər. Ki görəsən başın zadı, tükü zadı mizandır. Amma adamını bəhan elib gündə şəhri dolanıb 10 nəfərə baxmayasan. Ha bu cürüsü istəyirəm sən alam. Ağa buyururlar istəyirlər xanım bax. Buyur əvvəlin amili ki insan günahkar baxmaqdandır. Kur'an hem ağalara hem xanımlara təzəkkür verir. Qul lil mu'minina yağuddu min absarihim. Cavan gördün naməhrəm gəlir dirənmə sifətinə. Ha deyəsən bu mənə görə arayış elib baxacağım sənə. İmam Sadıq abıdır bu baxışın bir dənə şeytanın oxlarındandır. Dəyər qəlbi və xanə xarab elər. Və qul lil mu'minat ya Resulallah xanımlara da denən. Yağdulna min absarihinna gözlərin yumsundan naməhrəm görəndə. Naməhrəmə baxmaz ki. Buyur istəyirsən şəhvətranlıq mod düşməyə camiədə. Buyurdu ne'mə sarıfı şəhəvat qəddul əbsar. Buyurur gözləri naməhrəm görəndə yumsun. Tamam şəhvətin qabağını alıbsan. Amma yummasın desin mənə rəbdi yoxdur. Bu mənə görə arayış elib xanə xərab eləyəcək. Ha muvazib olun. Buyurdum mən qəddə torfətu əraha qəlbi. Hər kəs gözün naməhrəm yumsa qəlbi rahatdır.
Buyurun, ne olar birdən oğlanlarla qızlar bir-birinə rabitələri olar, dost olalar. Buyurun, məmulən bu cür rabitələr müstəmər və tulanı olar. Belə bahaca bətər qızdı, alacağım inşallah. Niyə? 5 ildə özümlə dostdu. Elə 5 ildə səndən dost olan, səndən bir göyçəyən görsə gedib o birisi ilə qoşar da. Qızı get qoy, övündən ged al. Xiyavandan qız intiqab eləməzlər. Metrodan qız intiqab eləməzlər. O tamam bəzək düzəyi ilə çıxıb eşiyə, sənin gözü valladır. Qızı gedib orada intiqab eləməzlər. Qızın malına görə gedib intiqab eləmə, cəmalına görə intiqab eləmə, etiqad-ı imanına görə ged o qızın sorağına. Buyurur, əgər oğlanla qız bir-birinə dost olsalar, səy eləyəcəklər bir-birinə pəyamha və ibraz ehsasat eləyərlər, atifələrin bir-birinin cərihədar eləyərlər. O ona yazır, gecələr yatmıram ki, gecələr sitarələri sayıram. O da ona deyir, mən səndən ötü işdə işləyəmirəm, az qalmışdı əlim gedə peresin altına öləm. Bunlar sertopetlər bir-birinə satırlar, müftə sözbətdir. Munta görürsən, yolu düşəndə görürsən, getdi ayrısının səmtinə, heç nə vaxtın sitarələrini ötürdü, getdi ayrı sitarənin sorağına. Əksəri bu irtibatlar xanəvadələrin gözündən qıraq olur. Xanəvadələrin xəbəri yoxdur. Xanəvadə bir zaman özünə gəlir ki, uçub xarab olub başına. Hələ dədə bilir filan oğlan qızı ilə 2-3 ildir rabitəsi var. Dostdurlar, danışırlar. Gəlib xastı qarlıq hələ vermir. Həyatım var. Deyir, qeyrətdir dadaş. 3 ildir qızı ilə danışır. Ver geçsin, aburun qalsın ki söndə. Nə oyun çıxadırsan? Sən çox bilə fərasatlı qızın var. 3 ildir tərəfinlə danışır. 3 ildir həftə amədi var, hələ sən təzə maşınına gir verib sən tərəfin. Bir qoy çıxsın geçsin da. Özü əqlə parçalarda, sinemalarda olur, mərdumun gözündən kənar yerlərdə olur. Əncizələr nə mənədir? Bu qızla oğlan bir-birinə nə əncizə ilə danışırlar? Yek, niyaz və təmini məhəbbət. Oğlan, qız, dədə nənə, ödə uşağa bəha ver. Uşaq vaxtı kəmbud məhəbbətdən zəcr çəhsə gedəcək bu səmtilərə. İnsan yoxsulluqdan o gün ərz elədim, gedaylığa gedər. Məxsusən gedayi mühabbət. Övdə uşağın məhəbbət görməsə, xiyavanda ona bir məhəbbət eləsə, gedəcək o səmtə ha. Özün müvazib ol, uşağı ödə məhəbbət elə. Uşağın teyb pula niyazı yoxdur, dədə. Gecəni gəlsən, elə vaxt gəlsən, uşaqlar yatıbdır, süb dolar dursan qaçsan eşiyə. Heç ayda da səni bir seri uşaqların görənmir. Deyir, uşağın fəqət pula niyazı yoxdur, məhəbbətə niyazı var ki, onun hətmən gərək məhəbbəti təmin olar. İkinci, ağa niyə qızla oğlan bir-birindən dost olur? Ağa bunlar bir-birindən şinaxtıları yoxdur. Oğlan deyir, görəsən cinsi müxalifin ruhiyyəsi nəcürdür. Qız deyir, görəsən oğlanların ruhiyyəsi. Bələn ki, bunlar bir-birinin ruhiyyəsindən ittilat ələ gətirə, bir-birindən rabitələr olur. Buyurur, niyazı qərizidir. İnsanın cavan vaxtında neçə şey ki, olcu tutar, qərizi cinsidir. İmam Sadı buyurdu, qoyma qızın qala evdə ha, amadə oldu ərə getməyə, ver geçsin, övdə saxlama. Buyurur, o qızlar ki, amadədirlə izdivaca, o ağaca, o meyvi yoxşullə amadədir. Əgər onu vaxtında dərməsin, gün xarab eləyəcək, düşəcək ələyaq altına, day kara gəlməyəcək. Ha, muvazib ol vaxtında gərək bu meyvə dərilinə. Niyə bizim bu cavanlarımız ələn izdivaç düşüb dala? Oğlanların 14 sinnində ələn izdivaçlarının vaxtıdır, qızların da 12 sinnində. Oğlanlar 27 sinnində, qızlar 25 sinninəcən qəsdi yoxdur izdivac eləyə. Və bu 14 il bekar nəyə qalıb, nə qəyirir? Bunun qərizəsi işdən düşübdir, deyir muvazib ol. Ha 14 ildə görərsən bir qətrə imanın qalmayıbdır. Adam var 10 ildə görərsən 100 ilin günahını elədi. Fəqət muvazib ol, deyir bu dostluqların çox, paybəndi bu dostlar olma. Buyurur, istəyir irtiqa şəxsiyyəti camiəsini aparır. Oğlanla qız dost olurlar, şəxsiyyətləri gedə üstə. Əngizələr nə mənədir? Pəyamları bulan nə mənədir? Müsbət pəyamları nə mənədir? Oğlanla qız birdən dost olarlar. Buyur, əvvələn bir-birini tanırlar, yaxçı olar. Dovvon budur, niyazha atifiləri təmin olar. Amma peyamət mənfisi nə mənədir? Çebəsa oğlan gəlir özün ayrı adda, ayrı qalibdə cavırır qıza. Deyir ki, mən mühəndisəm, filan yerdə karxanam var, şirkətim var, yaranəsin töhmiyyəl hesabına sığar pulusu yoxdur, ha, yalandan. Bələn ki, onun moxum vır, ha, onu xanə xarab eləyə. Deyir, çox bu dostluqlar yalandandır, adi, tamam moqiyyətin yalan deyib tərəfə. Cəbəsə qız deli o cürdür. Buyurur, bunlar çarə rəftarhay təsnoidir, yəni saxtəki bir rəftarlardırlar. İkinci, bunlar dilbəstəci gətirər.
Dilbəstəqilikdən bir-birini öldürərlər, gələrlər, əsid səpərlər bir-birinin üzünə, gedər xodkoşelər. Deyir, muvazib ol, çox bu cüzətlərin üstündə hesab getmə. Oğlanla qız dost olsa istirab gələr. Nigaranı bu deyir də məni ötürər gedər ayrısının sorağına ha. Nigaran da olmayan məndən dalda da ayrısı ilə də bu dostdur. Bu rahatlığa ki məndən dost olub ayrısı ilə də dost ola. Sonra öz-özünə cavandır, şiədir, ehsası günah eləyir. Deyir olma mənim bundan rabitəm Allahın xoşuna gəlməyə. Nigarandır xanəvadələrimiz, bilsə biz neyniyəcəyik. Həməşə istirabdadır. Fuqdanı təmərkuzu yoxdur. Aşıq olub bir qıza, ya qız bir oğlana. Dostula da baxım, kitabı açıb qabanı sübdən axşama bir səhv oxumayıb, yalandan fəqət elə sözə baxır, fikri gedir çayda bağda gəzməyə. Deyir, təmərküzü yoxdur ağanın, niyə? Bunların pəyamədi mənfisidir hamısı. Ehtimali su-istifadəsi tərəfi müqabil. Oğlanı qəşət tiğ vırdılar, pulunu aldılar, ondan sonra da tarix məsrəfi geçdi, deyirsən karın yoxdur, nəfəri bədi. Ya oğlan həmçinin. Qız deyir, tez allanma ha, aburu apararlar. Bir gün görərsən, heç nəminin qalmayıb. Məcbursan, xodkoş eləyəsən. Muvazib ol, su-istifadə olmasın səndən bu dostluqlarda. Qət-i yekcanibi irtibat. Qorxura bir tərəfə irtibat qət ola. Əfsurdəci gətirir. Niyə bir belə əfsurdəlik çoxdur? Niyə bir belə əfsurdəlik? Əla dötürlər, özləri də bilmirlər bu əfsurdələr niyə bu günə qalıblar. Gedirsən rəvan pezeşkə. Rəvan pezeş belə eləyir, bax. Ağa, şad yerlərə get ha, toyda zatda ol. Aman de, heyyətdə zatda ağlayıb eləməyəsən ha. Qəslən sənin ruhi yönən sazı qardəyi. Qəşəb bir mahvarə alarsan, həmişə şov pəxş olar, həmişə döndərərsən Azərbaycana, Türkiyə, neymidirəm, o yan bu yana, İran səmtinə gətirmək ki, hangi kanala vırırsan, görsənlə malla danışır. Adamın hesabı da xurda olur. O tərəf hər şəbəkiyə vurdu, gördü malla danışır. Dedi, Hədə bağla qoy geçsin elə bantem bugün çupozu elmiyə. O birisi dedi, qardaş sən yaxın qutuldu bağladın, elə mən bağlayandan da sonra həməşə mallı üzünə baxaram. Dedi, necə? Dedi, mənim dədəmdə malladı, ödələ məcbur biz mallı üzünə baxaram. Əfsurdəgi gətirib. Əfsurdəgi hardan gələr? Əlan xanımdır. Ağa bu xiyanətlər hardan gəlib? Bavər buyurusu bunlar dərdi camədir ha. Xanım dikilən uşağı var, aşıq olub bir filan ağıya. Hədə otu yerində sən vaxtında əməl eləməyibsən, nəyə oyun çıxadısan? Ondan sonra əfsurda olub düşüb öyün bir quşəsinə. Ərin görəndə özün vurulmuş mordəliyə, əri getcəyin işə dirilir. Mobailini alır əlinə, ağı ilə başlayır, bəli, SMS bazıya. Deyir, nənə, sən film oynayırsan ha, onu fikir eləmə, mərdum bilmirlər. Sən sonradan ayılıbsan, amma da sonradan da atılan daş topuğa dəyər, vaxtında gərək ayılıydın. Ələn bu mobail çoxların övün yıxıb, anın 4 dənə uşağı var, hələ 2 dənə də ayrı dostu vardı. Xanə xərab, sən heç öz çörəvi çıxadamısan, nə özü və iş artırıbsan, rəhmətliyin oğlu. Gid otu yeri vədər, gök qram pulu yoxdur cibində. Bizim bədbəxliyimiz budur, xiyavanda bizi fora alladırlar. Bizlər döhdürə, 5 dəqiqə döhdürə etimad elərik, 5 dəqiqə döhdür nədir, ona baxarıq. Bir həftənin ərzində kulah bərdara etimad elərik. Görəsən, bir həftə moxumuzda işlədi, pulumuzu götdü, çıxdı, getdi. Bir neçə aydan sonra dostumuza etimad elərik. Neçə ildən sonra həmsayamıza etimad elərik. Bir yerdən də kilidi veririk ona. Bədbəxtçilik budur, bir ömürdən sonra hənuz qorxuruq, Allaha bizim etimadımız yoxdur. İşlərimiz yerdə qalıb, Allaha etimadımız yoxdur. İtiqadımız var Allaha, amma etimadımız yoxdur Allaha. Qorxuruq işlərimizi tapşıraq Allaha. Allah bir baba denən o fəvvizə əmri ilallah. İnnəllahə bəsirun belə bak, qotma Allah qoymaz yıxılasan, işləvi at Allahın ətəyinə. Amma bizlər mərdumin əlində görür, çörəyimizi, moğiyyətimizi, aymını gör, ay onu gör, ay başıva dönüm olmasaydı, işimiz yerdəydi, bunlardan heç də çıxmaz. Əfsurdəlik gətirər bu dostluqlar. Çox da xətərnaşdır, camiəni də gəndə çəkən alan budur. Bir övdə ki, mahvarəmini örgətdi sənin oğluva, qızıva, xiyanət elə ərvə get xanımıva xiyanət elə, day onu malla bir cələsə mənbərdə danışmaqla sənin önündə həll olmaz, mütməin ol. Burada deyirsən, bətər danışır malla. Amma önündən Allah məssəbi çıxadıb atmaz ol sətil aşqala, işin həll olmayacaq. Əsli mallon önündədir 24 saat, il 12 ay işləyir moxunda. Əlan niyə mərdümə deysən? Gəlib Hacı Muhammədi buyurur ki, tərəf orada gəlib deyib, qəmə vurmayın. Qəməzəni sənin İslamı qabağa aparmır.
Durub ayağa deyib, hansı müştehid deyib, filan müştehid, bir dənə ağzəyri məddah durub deyib, müştehid zinazadədir bunu deyir. Niye? Hardan deyir? Bəran ki, əzbəz moxlarımızın üstündə işlədilər, gəldilər əmmamədarlardan istifadə elədilər, gəldilər ayətullahları çəkdilər vəsətə, ayətullah düzətdilər, təbliğ elədilər, 14 dənə şəbəkə mahvarəni verdilər bunun əlinə, gəldi hər nə mənə sənin rəhbərin böyüklərin dedi, onlar yalan deyir, biz düz deyirik. Düz deyirsən de qədəm götür da, nakişi. Niyə qədəm götürmüsən? Yatıbsan qumda, hərfi moftu vırırsan. Vəhhabinin gərək başın belə kəsək, sünnünü gərək belə asaq kəsək. Sənin sözünlə gözümə dönüm Ərəbistanda 20% şiyələr şikəncə altında ölürlər. Sənin elə bir dənə müftü danışmağa var. Yatıbsan qumda kişisən, du ged Ərəbistanda danış, hulqumu çıxasınlar. Du ged Ərəbistanda danış o sözləri, qoy vırsınlar, göbəyin yırtılsın. Yatıbsan qumda əmniyyətin içində, müftə mikrofonun əlində pəyamdı ki verirsən, gərək biz Ömər öləndə burada cəşni tutaq. Ədə baba, bu işlərinə bədbəxtanə, sən bir dənə mikrofonu versən 7'sinin də uşağın əlinə, ağzın açır səhabe-i peyğəmbərə hər nə mənə deyir, sənin sözü və vəhhabilər də deyirlər, biz də şiyələrin uşaqlarını tikə-tikə doğrayacaq, gözünün də qabanda başları kəsirlər, yığırlar xiyavanın qırağına. Ərəbistanın, Afganistanın reis rəhbəranı Afganistan Acay Muhammedi buyurur. Özü buyurdu, sizin Ömer koşunuzda bizler heyyetten çıxanda qucaqlaşıb ağlaşarıq ki, da bilmirik hansımız səlamət qədəcək yönümüzə. Sizin əməlüzə xatır bizi tikə-tikə doğruyurlar. Buyurun, niye bu mahvareler? Neye koyupsan yukarı başıva? Ne derdi ve diyecek? Elmi bəhsinə qulaq asırıq. Elmisi dəysin başıvaysan, türküdə təclütün var, İngilisi dil bilirsən, sən ondan hələ bir şey dörgəşəsən. Buyurun, əvameli iki dənə dost, oğlanla qız, ağa ilə xanım, der qeyri çarçubu şəri birbiriyle dost olsalar, bədbini nisbət və cinsi müxalif. Vaxtı görəcək, bu qız ki, bu ona daim pul xəşləyirdi. O oğlan ki, biz ona vəfadarıdıq, getdi ayrısı ilə qoşdu. Qız da getdi ayrısı ilə, deyir, bundan belə bilirəm bu qızlara mən neyniyəm. Yamından belə bilirəm oğlanlara neyniyəm. Çünki bədbinəm də hamısından zəhləm gedir. Deyir, sərotə həmə yekər basən, hamısını tutsan başına yaxlayacağım. Bunlar hardan gəlir? El o irtibatlardan gələr. Yavaşca gedib irtibat bərqərarlərsən, xanə xarab olarsan. Kahiş etimad. Etimad yoktu. Niye? Deyir də bu rahat diye məndən dost oldu tərəf gedər, o birisiyle dairesiyle dost olar da bu rahatlığa. Bu rahatlığa. Kızın sahabı var. İslam bəran ki kız xətərə düşməyə fəryad elibay dədə. İzdivac eləyəndə qızın ixtiyarı səndədir. Ha, damat gəldi, sən gərək icazə verəsən. Niyə? Deyir, ehsasatından qızın istifadə elərlər, moxun vurarlar. Amma sən əqlın başındadır. Gələn oğlana qız vermə. Ərəxxora qız versən elə bir zinaya qızı verdin getdi. Hər nə əndazı həmbəstlər olsa elə bir zina elədi, günahı da gəl səni dədənin boynuna. Namazına görə qız ver da, ben ya zantiyasına veribsən qızı. Sabah gedər təpəsi üstə dəriyə, etibarı dəlindən gedər. Buyurur, hələ bunlar xülasəyə, bu irtibatlar cavan, əgər zindeci müştərəkədə müncərr olsa, həməşə bədbinsən tərəfə. Həməşə bədbinsən, niyə? Deyirsən, düz qız olsaydın, oturardın ödəməndə gəlib ödənsən alardım da, sən xiyavanda nə can verirdin. Sonra ha, bax bir dənə ağa xanım danışırdılar, xanım ağa baxdı xanımın gözünə, dedi xanım gözündəki o ağ nə mənədir? Xanım ağladı, dedi da mənim öyüm yıxıldı, dedi niyə? Dedi öyle uşaqlıqdan mənim gözümdədir, həvəs sən gözüyü tutmuşdun, deyəcək görmürdün. Amma bir müştəri gözü ilə baxdın, gözümün içindəki ağı gördün. İndi sən ağlına baxırsan mən, indi qəbul eləməyəcəksən, gedəcəksən xiyanətə. Yavaşca tək qoyacaq öydə, işə gedirik, ürəyimiz qalır öydə, Allah bu xanım dura oyun çıxartmaya. Özü də gətirirlər məhriyə, məhriyədə o qədər aşıqanədir, fəza qiyamətdir. Əqdi neçədən oxuyacaq, 1370 ta buseyi abdar məhriyəmdir mənim. Yox, 2 həftədən sonra gətirib boşur deyir, zəhləm səndən gedir. İstəmirəm qiyafə görəm, oğlan da deyir, sən Allahca məhriyələri verim. O busələri təhvil verim sənə, deyirdim, sən qiyafəndən zəhləm gedir. Bu az əvameli dinqorizi budur, yoldaşlarımızı düz intiqab eləyə. Cavan yoldaşın düz intiqab olmasa nabud olmalısan. Qiyamətdə pərverdigar aləm bunu yevmə yəəzzəz zalimu əla yədək yəqul ya leytəni təxəstü məəs-səbil. Xudaya, ey kaş mən də peyğəmbərin yolun gedəydim. Ey kaş
یا ویلنی لیتنی لم اتخذ فلانا خلیلا. ای کاش با فلانی رفیق نمی شدم، ای کاش خونه فلانی نمی رفتم. لقد ازلنی عن الذکر o geldi məni xanə xarab elədi. El adamı bir seri məngəlin başına çəkərlər, elə bir seri paypı müftəvir adamın əlinə, elə bir seri adam metadon şərbətini çəkər başını, kimci var elə ləh vura qaçarsan onun dalıyla. Ondan sonra görərsən baba xanə xarab oldun, qalıbsan cubun qırağında, ağzın sudə, bırnun suna, bırnun su, gözün suna. Milçəklər də fəzai mənəvidən istifadə edirlər. Onda da deyəcəksən vay bərmən də, vay bərmənə də bəqol qədimçilər bir qurut da verməzlər. Cavanlıqda huşu yığbaşıva Allahla rabitə düz bərqərar elə. Mənə bir dağ su ver ki öldü, mücalı sələvat xətimi. Hədə ver mən onlara bax. Bu Mirzaya deyirəm dadaş, məni az yedi, öldürərsən mənbərdə inanmır, ver mənə görəm. Xob, çox vaxtlar uzalmıyıb, vaxtı qanunu ona cəhbəndənin yarım saat xidmətlərinizdə oldum, elə balaca işarə ilə inşallah məclisi təhvil verəcəyəm. Böyükləmin məhzərindən istifadə oluna. Allah və abruye Həzrət Əbi Abdillah heç cavanı əvvəl cavanlığında bədbəxt eləyib pis yoldaşa rast gətirməsin inşallah. Çoxlar ilə baxın bura, şafalana dua eləyir, filani mərizdir. Məriz olar, qarnı ağrır. Bu qarnı ağrım adamı cəhənnəm aparmaz. Amma ruhiyə ölüb. Allah Peyğəmbər sözü məğzinə getmir. Əsli sərətanı məriz budur. Gələk biz bunları dua eləyək ki Allah bizim cavanlığımıza fəhmi ver, məntiq ver, şuur ver. Əvvəl şuur Hüseyni, bəd şuur Hüseyni. Allah inayət elə İmam Hüseyin hərəmində belə bir ərzi ədəb eləyə inşallah. Yeki az Zakirin əhl-i beytin axir cəlləsəmizdir. Mən təşəkkür eləyirəm tamami zəhmətkeşan. Onlar ki qapıda intizamat işindədirlər. Onlar dünən biri gileyli elədi ki acayış bizdən vağən böyük işə qədəm vırıblar. Heyət Həzrət Əbulfəz məscidinin Hüseyniyyəsinin əhalisi ki Hacı Muhammədi yeki az baniyanı bu məkanı müqəddəsdir, yeki az zəhmətkeşan və çoxlar. Ağa bu əndazə, bu gözəlliyə 5 gündür mərasim, porşur, həyəcanlı, hamı cavan, bu dərsayə zəhmətdir. Cendən baxana rahat gələr, ədəbi belə cəmiyyət kef elədik da, amma bunun haşiyəsində böyük işlər görünür. Mən hamılarından səğir o kəbir, qələmən, qədəmən, malən, canən, onlar ki qədəm götdülər bu cələsə, bu rovnəqi nəhayətinə vücud edilə, hamılarından kəmalı təqdir və təşəkkür edirəm. Axir cələsəmizdir, dərd olanlar, giriftar olanlar, bu 5 gündə bura nəzr eləyib gələnlər, ay ixlasla gələnlər, ay İmam Hüseyin qapısına yıxılanlar, ay İmam Hüseyin qapısına ayrı qapını tanımayanlar, ay fəqət bir qapıya xidmət eləyənlər, bu günlərim istəyirəm sizi aparam uca boylu Qəməri Bəni Haşim qapısına. Oradan inşallah gələcək məclis-i gəzidə Hacı Muhammədgil, Ustad Qaffarigildən istifadə olunacaq. Yeki az Madehin Əhl-i Beyt əleyhimussalam deyir, mənim həmşirəm, bacım getmişdi Kərbəlaya. Deyir səhni Həzrət Əbəlfəzada bir nəvə çarpaya qoymuşdu, oxuyurdu çarpayanın üstündə bir mədda. Gördü mü qoca kişi yaxınlaşdı məddaha, yapışdı yaxasından dedi yalandır. Yalan deyir bu Əbəlfəz deyirsə, düş aşağı, durma çarpayanın üstündə. Bulan hamısı yalandır. Hislənib, çəkdi məddahı saldı aşağı. Məddah bunu aram elə dedi, dədə nəyindir, niyə belə narahatsan, şakisən? Dedi 25 yıl düşağım olmazdı. Allah bir oğul verib, 19 sinni var. Təsadüf eləyib gedib komiya, mənə də dedilər dərdi Əbəlfəz hərəmindədir. İsfahandan durmuşam, gəlmişəm bura yetişmişəm, xanımın zəhvırdı ki oğlum ölübdür. Yalan deyirlər, bəs bunlar yalanmışlar. Mən bilmirdim. Deyir, çıxdı getdi kişi cələsəni vurdu bir-birinə. Sabada yine səhnə Həzrət Əbəlfəzdə oxuyur həmin məddah. Gördük bu kişi gəlir, deyir mən dedim bir yol məddahı vuracaqdı da, bu cür ki gəlir deyəcək, bəyə dünən demədim sənə oxuma bu filan. Qolların saldı çarpayənin dövrəsinə. Dedi ağa xahiş edirəm çarpayəndən əngirə, gedək ağanın zərihinin yanında oxu və dünən onların ki yanında səni mən yamanlamışam, istəyirəm orada gedəm deyəm qələt eləmişəm.
Deyir gəldik. Dedim nə olubdu bir belə sən dünəndən buza əvəz oldun. Deyir xanımım zəh vurdu mən gedəndən sonra ki kişi. Çün oğlanları qəssalxana kişilərin qismətinə qoymurlar biz xanımlar gedə. And verdim ki cavan balamı icazə ver sərtxanada bir görüm. Deyir sərtxananın əvvəl keşon çəkdilə gördük buxar var laylonun altında. Bildili oğlum zindədir səri şok varid elədilər. Oğlum durdotdu. Deyir oğlum özdə əhli ibadət və itaətdə də. Hayl əleyhissalam oğlum yox idi. Deyir beməhzin ki oğlum huşa gəldi dedi dədəm hardadır. Dedim bala dədün gedib Kərbəlada səni dua eləyər. Deyir bunu deyəndə dedi dədəmə tez zəng vur denən. Bir nəfər uca boylu ağa gəldi mənə dedi dədövə salam yetir duvay ağa. Denə Əbəlfəz bir seri şərməndə olub da Kərbəlada da onu deyir utandırıb abırısını aparma. O da imam gəldi ərbabın məhzərini istəyir avağanı apara xeymələrə. Gördü Əbəlfəzin gözləri qanınan dolu. O qan dolan gözlərini açdı. Əbəlfəz ağa başıva dolanım ağa sənin qeyrəti və qurban bu cəmə gələndən səndən intizarı var ha. Ağa biz elə pis örgədibsiz da biz sizdən sonra ayrı qapını tanımırıq. Dərdin götürən gəlib bura o gün nə qəb məcər atıblar, nə qəd iltimas da eləyiblər. Ağa buyurdu Əbbas səni də Əli Əkbər kimin aparım xeymələrə qalma. Ağa gözlərini açdı Hüseyin. Balalarıma su qol vermiş amma elə utanıram, elə xəcalət çəkirəm. Qardaş, Rüqəyyə məndən bir pəyam apararsan, Hüseyin, Rüqəyyə de, su üstə qanə büründüm. O qabidən ki yıxıldım, biraz yüz üstə süründüm. Bunları gətiriblər sizin atırla qədəmlərinizə ha. Bu bir dənə xanımın abrusudur, bir dənə xanımın məcəridir. Dərdi var da, deyir da dərdim hər yerdən üzülüb gedirəm bu Əbəlfəz qapısına. Mütməin olun ki əli boş getməyəcəksən. Dünən ərz elədim ürəkdən fəqət istə. Dedi Hüseyin, Rüqəyyə de su üstə qanə büründüm. O qabidən ki yıxıldım biraz yüz üstə süründüm. Uşaqdı, bavər əgər etməsə bu bir sözə qardaş, gətir gilən özü baxsın bu qan dolan gözə qardaş. Hər yerdə sən uca ya Hüseyin.